Bir ayda rus dili öğrenmeye çalışırıq. Artıq 4-cü günümüzdəyik və cəm formasını öyrənirik. İkinci başlayırıq. Əgər sözlər göstərdiyim bu 7 dənə samitlə bitirsə, i əlavə edirik. Məsələn, malçık, k, düzüm, siyahıda varmı? Var. Əlavə edirik i. Malçık, malçıki, oğlan, oğlanlar. Əgər sözlər 7 dənə samitlə bitmirsə, digər samitlərlə bitirsə, i əlavə edirik. Məsələn, mağazin, mağaza, mağazini, mağazalar. Qadın cinsinə gəldikdə A ilə bitən sözlərdə A-nı götürürük. Yerdə bu 7 dənə samit qalırsa, i əlavə edirik. Məsələn, devuşka, devuşki, qız, qızlar və yaxud da kniga, knigi, kitab, kitablar. Əgər A-nı atdıq, gördük ki, yerdə bu 7 dənə samit deyil, digərləri də nə edirik? I əlavə edirik. Məsələn, maşina, maşını, maşın, maşınlar və yaxud da ki, deyə bilərik. Kvartira, kvartira, mənzil, mənzillər, problema, problema. Problem, problemlər bu şəkildə istifadə edə bilərik. Orta cinsdə odursa A, onun yerinə, yedisə də ya əlavə edirik. Məsələn, deyə bilərəm. Slova, söz, slava, sözlər. Və yaxud da zdaniye, bina, zdaniya, binalar. Bu şəkildə dəyişirik. Örnək verəsi olsam, deyir misin? Moya kniga interesnaya. Mənim kitabım maraqlıdır. Cəmdə desəm, moyi knigi interesnaya. Mənim kitablarım maraqlıdırlar. Bu şəkildə istifadə edirəm. Və yaxud da deyirəm ki, moy odnoklasnik, mənim sinif yoldaşım, moyi odnoklasniki, mənim sinif yoldaşlarım. Bu şəkildə cəmləyirəm. Və yaxud da ki, tvoy učebnik, sənin dərsliyin, tvoyi učebniki, sənin dərsliklərin. Məsələn deyirəm, tvoyi učebniki starые, sənin dərsliklərin köhnədirlər. Bu şəkildə də istifadə edə bilərəm. Rus dilinin ən çətin xüsusiyyəti budur ki, İsimlər dəyişdikcə qarşılarına gələn əvəzlikləri və sifətləri də dəyişirlər. Bunu yavaş-yavaş öyrənməyimiz lazımdır. Burada isə ən çox istifadə olunan istisnaları verəcəm. Hansılar ki, bizim öyrəndiyimiz qaydalara tabe deyirlər. Özlərinə məxsus şəkildə dəyişirlər. Problem oradadır ki, bunlar ən çox istifadə olunan sözlərdir. Ona görə bunları da öyrənməyiniz lazımdır.